sifətləri Vəlillahil əsmaul husna, bütün yaxşı sifətlər Allah üçündür. Biz yəni o hər bir şübhə ilə üzləşəndə biz özümüzü müqəssir biləcəyik ki, biz özümüz görək necədir. Bu şübhəni necə cavab verək? Cavab verə bilməsək də özümüz gərək danlayaq ki, bizim qüdrətimiz yoxdur, elmimiz çatmır ki. Yəni birinci məsələ... Yəni bu şübhələr bir növ cəhalətdən doğur buyurursunuz. Cəhalətdən, ümumiyyətlə dediyim kimi hər bir şübhə ilə Allaha aid, dinə aid olan şübhələr ilə üzləşəndə biz birinci növbədə o dini irad eləməyək. O təqsiri, nöqsanı dindən görməyək. Nöqsanı Allah Teala'dan görməyək. Biz onu axtaraq, özümüz yəni təhlil eləyək. O elmi cəhətdən araşdıraq. Hələ çata bilməsək özümüzü danlayaq ki, bizim elmimiz çatmayıbdır. Və ma utitum minəl elmi illə qalilə. Allah Teala buyurur ki, sizə verilən elm çox azdır. Ustad, üzr istəyərək bir şey əlavə eləmək istəyirəm. Bu mövzu təkcə dini mühitlə bağlı mövzu deyil. Bildiyiniz kimi bu mövzunu əldə əsas tutub dindən uzaqlaşanlar da var. Ateistlər, deistlər, başqa əqidələri üst tutanlar, nisbətən onları rahat edən dayaz düşüncələr dalısıca gedənlər, dayaz ideologiyalar dalısıca gedənlər vardır. Biz onların da cavabını vermək üçün bu mövzunu iki hissəyə bölməli olacaq. Həm dindarlar səviyyəsində cavab, həm də ümumi teoloji fəlsəfi cavab ki, yəni ümumiyyətlə söhbət hansısa dindən yox, bizi yaradan vardırsa, niyə belə yaradıb? Axı, yaradanımız yoxdursa, günahkar axtarmırıq. Təbii hadisə nəticəsində belə əmələ gəlmişik. Yox, yaradan vardırsa, mərhəmətlidirsə, qüdrətlidirsə, elmlidirsə, ədalətlidirsə və bütün bu sifətləri ən gözəl, ən sonsuzdursa, bu suallar o zaman aktual olacaq bizim üçün ki, yəni mən dindar deyiləm. Niyə ümumiyyətlə belə yaranmışam? Əlbəttə, icazənizlə qısa fasilədən sonra inşallah bu məsələni aydınlaşdırarıq. İnşallah. قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي قرآني نبض حياتي قرآني طهر ذاتي قرآني عصمة أمري قرآني طوق نجاتي آيات الله حمتني غمرتني بالبركات تحفظني من همزات الشيطان ومن زلاتي آيات الله حمتني غمرتني بالبركات تحفظني من Hörmətli tamaşaçılar, qısa fasilədən sonra yenidən efirdəyik. Mövzumuz şərrin fəlsəfəsi. Allah Teala bizi sevirsə, qüdrətlidirsə, elmlidirsə, ədalətlidirsə, niyə şər mövcuddur, niyə bəlalar gəlir, niyə bizim ixtiyarımızda olmadan, seçimimiz dəxil olmadan başımıza müsibətlər gəlir? Buyurun, Ustad Arif Hənifiyevin xidmətindəyik. Deməli, mən dediyim kimi, o şübhələr ilə üzləşəndə, şübhə ilə adam üz-üzə gələndə birinci növbədə, yəni tez Allahı, yəni nöqsanı Allahdan görməyək. Baxışımızı bir təzəliyət dəfələrlə baxış eləyək, elmi cəhətdən araşdıraq. Zəhmət olmasa bu Mulk surəsində belə bir neçə ayədir. Buyurur, əvvəli bu cürdür. Bismillahirrahmanirrahim. Təbarəkəlləzi biyədihil mulku və huvə alə kulli şeyin qadir. Mübarəkdir o Allah ki, onun əlindədir hakimiyyət, mulk, hakimiyyət, aləmin hakimiyyəti, hər şey onun mülkiyyətidir. İdarəsi, mülkiyyəti və Allah Teala hər şeyə qüdrəti var. Əlləzi xalaqal mauta vəl həyata liyəbluvakum əyyukum əhsənu əməla. O Allah ki, ölümü yaradıbdır, həyatı yaradıbdır, ta sizi buna görə yaradıbdır ki, sizi imtihan eləyək, görə ki, kimin əməli daha yaxşıdır, daha üstündür. Və huvəl əzizul əfur. Allah Teala əzizdir, izzət sahibidir, qüdrət sahibidir və bağışlayandır. Bu ayəni inşallah mən yenə indi o bir mətləbdə qaydacaq ki, nəyə görə imtihan
olur insan musibətləri ilə, nəyə görə imtahan olur? Bunu bir daha qayıdacağıq. Mənim o məqsədim bu cürdür, bu ayədə. Yəni, bu ayənin mövzu ilə əlaqəsini buyurursunuz. Bəli. Ki, Əlləzi xələqə səbə səmavatin tibaqa. Allahın o bir sifəti budur ki, Allah Teala 7 dənə asimanı yaradıb təbəqə. Ma tərə fi xəlqir rəhmani min təfavvud. Rəhman Allahın xilqətində bir fərq yoxdur. Təfavvud, eyb, o ziddiyyət yoxdur. Təfavvud həm də eyibdir, yəni. Eyibdir. Təfavvud, yəni fəvd sözündən boşluq yoxdur, yəni. Boşluq, uyğunsuzluq fərqi var, yəni uyğunluğu yoxdur. Yəni siz buyurmaq istəyirsiniz ki, hələlik əsas savaba keçməzdən öncə biz ümumi şəkildə qəbul etməliyik ki, Allah biləni bilmirik. O cürdür. Bizim gözümüzdə boşluq görünən əslində boşluq deyil, yəni. Elədir, bəli. Buyurur ki, Rəhman Allahın xilqətində bir təfavvud, eyb məna eləyiblər, ziddiyyət, təzad, ziddiyyət yoxdur. Allahın xilqətində bir ziddiyyət yoxdur, uyğunsuzluq yoxdur. Buyurur, fərci bəsərə həl tərə min futur. Ki, baxışı təzələ. Daha dərin bax. Daha dərin bax, gör hələ bir boşluq görürsən, futur. Gör, boşluq görürsən. Yəni, birinci baxışın səni aldada bilər. O cürdür. Buyurur ki, ikinci dəfə bax. İkinci dəfə baxış elə. Yəni, ikinci dəfə araşdır. Gör, hələ bir boşluq görürsən Allahın xilqətində. Sonra buyurur, ثُمَّرْجِئِ الْبَسَرَ كَرَّتَيْنِ. Yenə də bax. Yenə də bax, özdə dəfələrin kərrətəyn. Ki, buyurur ki, kərrə özü ilə 2 dəfə, kərrətəyndir dəfələr ilə. Buyurur, o baxışı dəfələr ilə. Yəni, minimum 4 dəfəni tələb edir. Bu cür, yəni, buyurur. 4 dəfə dərindən araşdır. Araşdır. Yəngəlibu ilaykəl bəsəru xasiən və huvə həsir. Ki, daha dərində baxsan, nə qədər baxsan, dəfələr ilə baxsan, yəni o baxış bir yerə çatmayassan ki, eyib görməkdə. Eyib tapa bilməyəsən və sənin o... Yəni, həlli tapacaqsan, nöqsan tapa bilməyəcəksən. Nöqsan tapa bilməyəsən, özdə o nöqsan tapmaqda yorlassan. Onda sözünüzə qayıdır bu ayə, yəni sizin sözünüz bu ayəyə qayıdır ki, ilk növbədə biz aksiyoma kimi bunu qəbul etməliyik ki, Allah düz edir. Əgər bir yanlışlıq görünürsə, bizim baxışımızın problemidir. Amma bir məsələ var burada, hələ o növbəti ayələr, hədislər keçməzdən öncə, Ustad, axı bir problem var. Məsələn, mənim başıma bir müsibət gəlibsə, mənim baxışımın dərinliyini məndən tələb etmək, mən darmadağın olmuşam. Mən necə yenidən baxa bilərəm? Necə, bilirsiniz ki, insanın adətən etirazları, şübhələri məntiq olmaqdan daha çox psixoloji şübhələrdir. Yəni, buna da bir dəfə inşallah bəhs boyunca, verilişlər boyunca bir qayıdaq ki, insan bəzən şübhələri psixologiyasına əsaslanır. Başına bir müsibət gəlib, özünü itirib, nə danışdığını bilmədən danışır. Sonra ətrafdan da ona dəstək verildiyi zaman başlayır o şübhəni becərməyə, bəsləməyə, böyütməyə, köklü köməzli bir şəkkə çevirməyə, dindən çıxmağa qədər, Allaha asi olmağa qədər gedir. O da bir böyük problemdir, möcəldir ki, onu həll eləmək çətindir. Yəni, məntiqi baxımdan ola bilər, nəzəri baxımdan bəzi şeyləri həll eləyək. Amma psixoloji baxımdan, başına müsibət gəlmiş adamın özünü itirməsi labüddür. Və özünü itirən adamdan necə tələb edək ki, məsələn, sən daha dərindən düşün? Bunu buyurur o səbir məsələn, o səbir ki, sifariş olunubdur, həm Quranda, həm rivayətlərdə musibəti ilə üzləşəndə, indi ayəsini oxuyarıq, fəbəşşiri və bəşşiri sabirin. Səbr eləyən görsən, mümkündir o fəlsəfəsini bilməyə. Yəni, amma da bu bilir ki, Allah Teala həkimdir, hikmət özündən belə bir musibətlər qabağa gəlibdir və savabını da verəcəkdir Allah Teala. Ona görə hədislərdə vardır ki, İmamlar əleyhissalam buyurur ki, biz səbr eləyəni, sabiri, şiələrimiz əsbərdir. Bizdən daha səbirlidir. Bizim tərəfdarlarımız bizdən də daha çox səbirlidir. Daha səbirlidir. Buyurur, biz bilirik o musibətin, bəlanın faydasını bilirik, cəhətini bilirik. Bəsirətləri var. Bəzi onların da Allah verən elmidir. Biz bilirik cəhətlərin faydalarını, səbəblərin faydalarını. Şiələr bilmir, bilməyə zorla
Yəni səbr eləyirlər. Ona görə o siz buyuran kimi o psixoloji halətə düşəndə də bir sifariş var ki, səbr elə, bir ümumi bunun əqidəsi var ki, Allah Taala həkimdir. O xırdalığı bilməsə də, o musibətin səbəbini bilməsə də, amma bu bilir ki, Allah Taala həkimdir, elmi var, həkimdir, o hikmət üzündən bu müsibət qabağa gəlibdir. Savabı da verəcəkdir. Allah Taala adildir. Savabı da verəcəkdir. Ona görə bu səbr eləyir. Ona görə bu yəni o hədis ki buyurur ki, bunlar daha çox səbr eləyəndir. Yəni o cəhətini bilmədən o düzdür, çətindir, amma daha savabı da çoxdur. Siz danışır mənim ağlıma bir şey də gəldi. Yəni fərz edək ki, mən hər hansı bir problemli hadisə üçün dedim ki, hə, mən qəbul etmirəm Allahı. Əliyazbillah, dini qəbul etmirəm. Niyə? Çünki ədalətsizlik var dünyada, haqsızlıq var, anadan gəlmə xəstəliklər var, təbii fəlakətlər var. Ona görə də mən rədd edirəm. Yaxşı, o zaman sual olunur ki, sən bunu rədd etdikdən sonra müsibətlər olmayacaqmı? Yəni, məhz Allahı qəbul edənlərə mi bəla gəlir? Biz bunu rədd etsək, həmin bəlalar gələcək bizə. Rədd etməsək də həmin bəlalar gələcək bizə. O sözdür. Yəni bu biraz reallığı insanın gözündə təcəssüm elətdirir və insan biraz toxtuya bilər o zaman ki, bunun o demək deyil ki, möminlərə bəla gəlir. Hamıya bəla gəlir gələndə. O sözdür. Hamıya bəla gəlir, düzdür. Yəni siz buyuran kimi dünya elə Allahın o yəni mühüm sünnələrindən, qanunlarından biri həmin o ibtila imtahan məsələsidir, bəla göstərməkdir. Bundan belə ki, möminlər hədisdə vardır ki, möminlərə daha çox bəla gəlir. Daha çox bəla gəlir. Daha çox bəla gəlir. Amma biz elə bilirdik, mömin olsaq dünyada xoşbəxt olacaq. Xeyr, yəni bu da Allahın inayətidir. İndi cəhətlərin deyərik, indi cəhətləri vardır. Böyük bir sual, şübhə qalaqları yaratdıq tamaşaçıların gözündə deyəndə. Mirzə Fəxri müəllim, demək, mömindən ələ yuxarı ki, məsumlar əleyhissalamda onların bəlası daha çoxdur. Məqam böyüdükcə bəla böyüyür. Bəla böyüyür, imtahanları daha çoxdur. Ona görə, yəni bu... Bu yəqin ki, bəlanın önəmli bir xeyri var ki, Allaha yaxınlaşdıqda çoxalır. O cürdür, bəli. Allah öz dostları üçün pislik istəməz. İstəməz, o cürdür. Yəni ona görə deyirəm ki, insan gərək Allaha bir düzgün əqidəsi ola, Allahın sifətlərinə ki, elmi var, hikməti var, qüdrəti var, ədaləti var. Sonra inşallah bu şübhələr ilə üzləşəndə biz... Amma bu ayənin haqqı ödənilməmiş qalmasın. Yəni, çox gözəl bir açıqlama idi. Yəni, Allah Teala sanki Allahın ədalətinə şübhə edən hər kəsə buyurur ki, bir də bax, bir də bax, bir də bax, dəfələrlə bax. Sən nə qədər baxsan da eyb tapa bilməyəcəksən, qüsur tapa bilməyəcəksən, amma görəcəksən ki, mən haqlıyam, sən haqlı deyilsən. İndi yəni o bəlaların, musibətlərin, şərlərin əsas yəni səbəblərindən biri budur ki, imtahan vasitəsi, cavab. Yəni biz əgər cavab versək, bir neçə bəla niyə var? Niyə var? Buna bir neçə cəhətdən cavab veriblər. Fəlsəfədə cavab veriblər. Da mən istəmirəm o Əlləmə Təbaimullah Sədra bir ki, Allah rəhmət eləsin, cavab veriblər fəlsəfi baxışdan. Gələcəkdə ona da toxunarıq inşallah. Olur, ona da toxunarıq. Amma bunu bilək ki, yəni bir neçə cavab demək olar, deyilibdir. Birinci budur ki, biz bilək ki, bu imtahan vasitələridir. Musibətdə bütün şərlər, musibətlər imtahan vasitələridir. Üzr istəyirəm, burada da yenə tamaşaçıların zehnində canlana bilən bir sualı mən məcburam çatdıram sizə. Yaxşı, mənə bir bəla gəldi, mənim bir üzvüm naqis oldu məsələn, ya bir yaxınım, ya bir çox sevdiyim birisi. Amma sizə bu bəla gəlməyib. Avtomatik uşaq ağlımızla bunu fikirləşirik ki, xeyr olan məni belə imtihana çəkir, onu başqa cür imtihana çəkir. Bu sualı necə yanaşaq biz, bu sualın cavabına? Elə o biri də, yəni o biri naqisliklə imtihan olur. O biri yox. Məsələn, kamil xilqət ilə imtihan, biri xeyr ilə imtihan olur. Quranda buyurur ki, mən əbnukum bir şər vəl xeyri fitnədən buyurur Allah Teala, biz imtihan eləyirik. Sizləri şər ilə, xoşa gəlməyən şeylər ilə, hadisələr ilə və xeyr ilə. Birini kasıbçılıq ilə imtihan eləyir.
birin mal dövlət ilə imtahan edir. Bu kasıbçılıqla üzr istəyirəm, tez-tez sözünüzü Xahiş kəsirəm. edirəm. Bu kasıbçılıqla imtahan olunan bəlli oldu. Müsibətin çəkir. Bu varlı necə imtahan olunur? İmtahan ki, yəni görək elə bu. Yəni tək varlı getmir də güclü olsun, başqa yəni, olsun. Yəni hardan görür? Malı indi o hardan görür? Yəni o baxışı necə, əqidəsi necədir? Hardan gətirir malı? Halal yoldan, haram yoldan, haras xərcləyir, məsrəf eləyir. Haqqını ödəyir, ödəmir malın. Yəni bunlar hamısı malda olan imtahanlardır ki, malın o həqlərin ödəyir, xümsün, zəkatın, yəni başqasının kasıba verir, vermir, ehsan. Yəni belə malda olan o haqlar daha çox, imtahanlar daha çox. O zaman belə bir mənzərə yaranır gözümüzün qarşısında ki, onda belə çıxır ki, bu həyatda, daha doğrusu əbədi həyatımızın ilk və kiçik parçası olan bu həyatda, çünki əbədiyyətlə, sonsuzluqla heç bir rəqəm müqayisə oluna bilməz. Bu nisbi həyatda biz sadəcə imtahan verməliyik və səlam, odaqlanmalıyıq buna, diqqətimiz buna yönəlməlidir. Fokuslanmalıyıq yalnız imtahanlara və mükafat gözləməməliyik. Belə çıxır. Mükafat da, cəza da əbədi həyatdadır. Orada ələ bir cəhəti oldu. Bilirsiniz bunu niyə dedimdə? Çünki mən ki, yoxsulluqla sınağa çəkilirəm, başqa birisi var dövlətlə sınağa çəkilir. Təbii ki, var dövlətlə sınağa çəkilən adam dünyanın ləzzətlərindən daha çox faydalanır. Mən yoxsulluqla sınağa çəkirəm. İlahi məqamda sınaq kimi baxılır hər ikisinə. O zaman belə çıxır ki, bu həyatın varlı keçməsi, yoxsul keçməsi, dadlı keçməsi, dadsız keçməsi ilahi dərgah üçün önəmli deyil. Əsas oradır. Əsas mənəviyyat. O cürdür. Mənəviyyat əlbəttə o dünya ləzzətlərindən də din mane olmayıbdır, çəkindirməyibdir. Yəni o lazım olan miqdarda, yəni dünya həyatı, həm də o düzgün baxışı ilə ki, axirətə gərək vasitə ola, yəni o din heç vaxt onun qabağını almayıbdır ki, dünyavi o ləzzətlərdən, indi yemək olsun ya başqa ləzzətlərdən bu çəkindirməyib. O zaman sualı belə qoyum, ustad. 2 nəfər təsəvvür edirik, fərz edirik 2 nəfər, ikisi də mömindir, ikisi də adildir, ikisi də bütün ilahi qanunlara, ictimai qanunlara riayət edəndir. Biri varlıdır, biri yoxsuldur. Bunlar necə xarakterizə olunacaq? Yəni, yenə dediyim kimi, o hər ikisi yəni imtahan vasitəsidir. Hər ikisi imtahan, kasıbçılığı ilə imtahan olunur. İndi onun yəni hesabını verəcək. Əgər səbr eləsə, Allah Taala həm bu dünyada siz buyurdunuz, yəni təkcə o savab məsələsi deyil. Bu dünyada da onun faydası var. O, yəni mənəvi ləzzəti dadacaqdır. Səbirli olsa. Səbirli olsa. Səbrin özü bir insani keyfiyyətdir ki, bunda yaranır. Yəni o müsibətin o faydalarından biri budur ki, elə insani keyfiyyətləri üzə çıxardır. Əməldə, əməl ki, təkrar oldu, o insanın o əxlaqında nəfsani keyfiyyətinə çevrilir səbr. Yəni səbr etməyi məşğələ etsə, təkrar səbr etsə, artıq ona həyat gözəlləşəcək deyirsiniz. Həyat gözəlləşəcək. Yəni o düzgün o baxışı ilə ki, Allah Taala yəni bunu hikməti üzündən bunu qismət eləyibdir. Ona razı olacaqdır. O rizayət özü elə Allahın ki, bu razıdır Allahın o qismətinə. Allah da təbiidir ki, razılıq iki tərəfdəndir. Bu ki, razı oldu Allahın qismətinə, buna kasıblıq ki, bunu nə də qismət eləyibdir. Allah Taala da bundan razı olacaqdır. O mənəvi ləzzət. Mənəvi ləzzət onu yəni o çətinliyi azaldacaqdır. Bu indi gəlirik sizin əvvəl dediyiniz sözün üstünə ki, düzgün iman olmadıqca, düzgün əqidə olmadıqca bu məsələlərə baxışın dəyişməsi çətindir. Məsələn, bir mömindir, zahiri nəzəri baxımdan hər şeyə belə deyək, məntiq fəlsəfə aynasından baxsa da, fəlsəfə pəncərəsindən baxsa da, psixoloji baxımdan, öz əhval-ruhiyyəsi baxımdan hər şeyə maddi baxımdan baxır. Yəni, baxır ki, o varlıdır, mən kasıb, o yaxşıdır, mən pis, o güclüdür, mən zəif, o kamildir, mən naqis. Deməli, belə çıxır ki, insan mömin və ya qeyri-mömin olmasından asılı olmayaraq, nə qədər ki, maddi baxışla baxır bu mövzulara, alınmayacaq. Variant yoxdur, məcburdur, məntiqi baxışla baxsın ki, mən həyata imtihana görə gəlmişəm. Ola bilər birinin imtihanı çox ləzzət almaqda olsun, birinin imtihanı
ləzzətdən məhrum olmaqda olsun. Bunu əksər möminlərin anlaması nə dərəcədə yəni müyəssərdir? Yenə qayıdır o baxışa da ki, o yəni dünya malın indi adam o fəzilət o kamal yəni dünya malındadır. Yəni dünya malının olmağındadır. Ya kamal insanın kamalı başqa şeydədir. Yəni qayıdır yenə də o düzgün kamillik yəni insanın kamilliyi mal dövlətin olmağındadır. Ya mal dövlət ya Quran buyurur ki, "Və mal həyatun dunya illa Ləibun və ləhvun." Ləibdir, ləhvdir. Yəni o düzgün baxış, yəni baxanda dünya malı yəni qiyməti yoxdur. Əgər axirət üçün vasitə olmasa heç qiyməti yoxdur. Yəni qoyub gedəcəkdir. Amma insani keyfiyyətlər mühümdür. Dediyim kimi o ağıl mühümdür ki, Allah Taala hamıya indi qismət eləyibdir. O ağıldan dərəcələri var. Ona görə o ağlı ilə Allah Taala ağıldan soruşacaqdır. Ustad, üzr istəyirəm. Birdən girdik bu mövzuya. İndi mən işarə edirlər ki, vaxtımız bitir, təəssüf ki. Məcburov əsas mövzuların izahını, şərhini gələn verilişimizə saxlayaq inşallah. İcazənizlə çox sağ olun. Bugün xeyri yorduq sizi. İnşallah gələn verilişimizdə yenidən qonağımız olarsınız. İnşallah. Hörmətli tamaşaçılar, növbəti Tibyan verilişində görüşənədək Allah amandır.